5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən regional su meliorasiya xidməti publik hüquqi şəxs Bərdə su meliorasiya sistemlərinin istismarı idarəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Önünə gül dəstələri düzülüb. Sonra idarənin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. Torpaq, bayraq və vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ruhunu dərin ehtiramla yad ediblər. Tədbirdə regional su meliorasiya xidməti publik hüquqi şəxs Bərdə su meliorasiya sistemlərinin istismarı idarəsinin rəisi Vüqar Zeynalov və rayon icra hakimiyyəti aparatının ictimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov çıxış edərək peşə bayramı münasibətilə kollektivi ürəkdən təbrik edib. Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu xüsusilə qeyd etmişlər. Sonda peşə bayramı münasibəti ilə rayon icra hakimiyyəti və regional su meliorasiya xidməti tərəfindən idarənin bir qrup əməkdaşı peşə fəaliyyətində fərqləndiyinə görə fəxri fərmanla təbrik olunub. Vüsal Rafiqoğlu, Rauf Qaradağlı, Zəfər Hüseynova, Aran TV Bərdə.